Sabahınız xeyir, gününüz aydın olsun, hörmətli tamaşaçılarımız. Həftənin ilk günündə, bazar ertəsi, səhərin bu çağında hər birinizi xoş gördük əzizlərimiz. Qarşıda 7 gün, 7 gecəmiz var. Bugün də qarşımızda uzun bir gün var. Deməli, 7 belə uzun gün hələ bizi gözləyir. Yəqin ötən həftədən yarımçıq qalan işləriniz var. Götür qoy eləyirsiniz ki, görəsən bu həftə bu yarım qalan işlərimi yerinə yetirə biləcəyim, yoxsa yox. Bunun üçün əsas odur ki, bax bu 7 gündən yaxşı istifadə eləmək üçün ruh yüksəkliyi olsun sizdən. Hər zaman söyləyin ki, yarımçıq qalan işlərimi elə bugün sona yetirəcəm. Bizdən də sizə arzu budur ki, hər zaman ruh yüksəkliyi olsun sizdən. Hər zaman əzmkar olasınız, mübariz olasınız. Çünki həyatımız, yaşamımız elə başdan ayağa mübarizədir. Uduzdan vaxtımız da olur, udan vaxtımız da olur. Ən əsası odur ki, ruhdan düşməyək, ümidimizi itirməyək və hər səhər, elə səhərin bu çağında oyananda birlikdə sizli bizli açılan sabahlarımıza sabahınız xeyir olsun deyək. Xoş gəldin ömrümə, xoş gəldin həyatıma deyək. Bu həftəmizdə xoş gəldi həm sizin, həm bizim ömrümüzə əzizlərimiz. Bu səhərdən, səhər çağının əməkdaşları sizin üçün gözəl bir proqram hazırlayıb, canlı ifalardan zövq alacaqsınız. İnanın ki, bugün studiyamız bir hali küylü olacaq ki, ekranlara yaxın əyləşin. Mən vaxt itirmədən təqdim edin bizim qonaqlarımızı. Gördüyünüz, bax bu ansambl Şamaxıdan gəlib, Şirvan elindən xoş gəlib, səfa gətirib. Telmanla birlikdə gəlib, Telmanı artıq lider izləyiciləri tanıyırlar. Çünki lider televiziyasının efirində yayımlanan müsabiqədən, aşıq müsabiqəsindən Telman artıq tanınır, seçilir və o ki qaldı onun Nur adlanan ailə ansamblına birazdan özü sizi bu ansambl üzvləri ilə tanış eləyəcək. Mən məmuliyyətlə Svetlana xanımı salamlayıram. Xoş gəlib Svetlana xanım da bizim dostlarımızın cərgəsindədir. Yanında əyləşən isə Svetlana xanımın nəvəsidir və görürsünüz bugün səhər çağında belə deyək bir rəssamlıq sərgisi səhər-səhər düzəllənib burada. Bu da bizim Həsənəli balamızın əl işləridir. Birazdan onunla da tanış olacaqsınız. Və dediyim kimi lider televiziyası hər zaman istedadlı gənclərə öz qucağını açır. O gənclərdən biri də elə Samir Fərəşzadədir ki, bu səhər o da bizim qonağımızdır. Hər biriniz xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Və Şirvan evlindən gələn qonaqlarımızdan bütün Azərbaycan üçün səhər-səhər bir gözəl ifa istəyirik. Buyurun. Deyir, salam əziz kəlmədir. Salam təmiz kəlmədir. Salam insanların dilinə Allahdan, Peyğəmbərdən gəlmədir. Mən salamlayıram sizi. Təşəkkürümü bildirəm və lider kanalına həmişə mən təşəkkürümü bildirəm ki, lider kanalı mənim yüksəklərə, zirvələrə dəstək olur. Eşq olsun.
ağacın çiçeği, bir ulduzdur hələ çəyi. Nar ağacın çiçeği, ne güzeldir yar göyçeği. Əfsus ki heyif, ey məndən utanan ayrılır balam. Əfsus ki heyif, məndən utanan ayrılır. San mülkünü xərabə qoyub canım ayrılır balam. Müştaqı qəm gördə məlkuh kəl kimi. Şirin dilli şəkərlə bir xəndanım ayrılır balam. Qanarlarsan həmişə gələk qan olan könül. Qanarlarsan həmişə gələk qan olan könül. Bakıya əsir bəlaya əsirdir, sultanım ayrılır. Ne güzeldir yar çiçeği aman, ah aman ey. Təşəkkür Telman. Bu mənim şərəfim idi də. Mən bugün qırmızı geymişəm. Ona görə sən də nar çiçəyi ilə başladın. Buyur, gənə əyləş. Hər biriniz xoş gəlmişsiniz. Necə Svetlana xanım? Yaxşıyam, çox sağ ol. Bir xeyli müddətdir görmürəm sizi. Yaxşısınız, yaxşı dəydiniz gözümə. Allah minnətdarım. Siz necəsiniz Samir? Sağ ol. Gəl əyləş Telman, sən də burada. Bizi verilişə dəvət etdiyiniz üçün Lider kanalında salamlayırıq. Rəhbərliyi başda olmağına. Çox sağ olun, təşəkkür edirəm. Burada özünüzü necə hiss edirsiniz Liderdə? Əla, super. Buranı özünüz evi kimi hiss edirsiniz. Əla, gözəl, super. Lider kanalı həmişə lider olub belə. Elə indi də gözəl, əla. Sözsüz ki, Lider kanalı bax o istedadlı gənclərin sayəsində o liderliyini qoruyub saxlayır. Hər zaman siz də gəlin ki, belə deyək, canlı ifalardan bizi izləyən tamaşaçılarımız zövq alsınlar. Deməli, Svetlana xanım, bu balaca sizin nəvənizdir. Bəli, bu rəsmləri çəkən. Müəllifi oldu. Bəli, Maşallah, mən inanırsınız, yəni baxanda heç inanmadım. Yəni, belə yaşı da azdır balamın, Həsən Əlinin 7 yaşı var, hə cəmi? Bəli, Maşallah olsun, görürsünüz, hörmətli tamaşaçılarımız necə gözəl rəsmləri var. Yəni, belə deyək, Azərbaycanın rəssamları çoxdur. Qədimdən bugünə qədər saysaq sayı qurtarmaz. Yəni, bugün belə balalar varsa, mən də orada sevinirəm. Bilirsiniz, Həsən Əli 2 yaşından şəkil çəkməyə başlayıb. 2 yaşından. İlk dəfə əlinə qələm alıb və çəkib. Və əvvəllər təbii ki, kağıza yox, evimizin bütün aboylarını, öz şəkillərini çəkmişdik. Uşaqlar oradan başlayırlar. Bəli. Amma sonradan doğrudan da hiss elədik ki, bunu müəyyən ləvazimatlarla təchiz eləmək lazımdır ki, o öz istədiyi şəkilləri çəkə bilsin. Mən bugün fürsətdən istifadə edib Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinə öz böyük minnətdarlığımı bildirirəm. Orada çox gözəl rəsm dərnəyi var. Düzdür, Həsən Əli o rəsm dərnəyinə gedəndə artıq müəyyən qədər özü şəkil çəkməyi bacarırdı və bu şəkillərin əksəriyyətini hətta ondan da qabaq çəkir. Amma orada bugün Həsən Əlinin çox gözəl bir müəlliməsi var, Mənzər xanım. Mən fürsətdən istifadə edib ona böyük minnətdarlığımı bildirirəm. Elə ayın 6-sında deməli ki, Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Evində, Şəhriyar adında Mədəniyyət Evində çox gözəl bir tədbir keçirdi. Bu balaca balaların rəsm əsərlərindən ibarət sərgi keçirdi və orada çox gözəl musiqi məktəbi də var onun nəzdində və
məqam düşdükdə deyim ki, vaxtı ikən Böyük Heydər Əliyevin övladlarının ikisi də həmin musiqi məktəbində musiqi təhsili alıblar. Çox gözəl. Musiqiyə həvəsi yoxdur Həsən Əlinin? Musiqiyə yox, musiqiyə həvəsi olan onun böyük qardaşıdır. O da oraya gedir və skripkada çalır. Çox gözəl, çox gözəl. Mən sevinirəm ki, bizim Azərbaycan ailələrimizdə dediniz özdə skripka, yəni klassik bir alətə meyl olan uşaqlar var və rəssamlıqla məşğul olan uşaqlar var. Çox gözəl. Siz necəsiz? Telman, siz necəsiz? Belə deyim, hörmətli tamaşaçılarımız, Telman dəfələrlə bizim efirimizdə lap elə səhər çağının özündə olsun, hələ aşıq müsabiqəsini bir yana qoyaq. Tamaşaçıların həmişə görüşünə gəlib və Telmanın çox gözəl bir pərəstişkarı var. Bu da kimdir Telman? Telmanın babasıdır. Hal-hazırda bizi izləyirmi babam? İzləyir. Buradan biz salamlarımızı yetiririk bizim, belə deyək, ağsaqqalımıza, bütün Şirvan elinə, bütün Şamaxılılara salamımızı yetiririk və babaya da xüsusi salamımızı yetiririk ki, o məhz elə ən birinci pərəstişkarı odur, belə deyək, arxadır, dayaqdır, hər zaman ona ruh verəndir. Yaxşıdır babam? Çox sağ olun, mən də sabahınız xeyir deyirəm. Nurana xanım, çox sağ olun, sizə təşəkkürümü bildirirəm. Yaxşıdır, salam göndərib sizə çoxlu-çoxlu. Qucaq dolu. Bəli, Şamaxdan da salamlar gəlir. Təşəkkür edirik və hörmətli tamaşaçılarımız elə məqamıdır, yerinə düşər. Bugün istedadlı gənclərlə bir arada əyləşmişik. Bəlkə elə gənclərimiz haqqında danışaq sizinlə. Sizin də fikirləriniz bizim üçün maraqlı olar. Zəng eləyin 510-3806 görək, müasir gənclərimizdən razısınız yoxsa yox. Əgər bir narazıçılığınız olsa, elə buradaca deyin. Görürsünüz, Samir də buradadır, Telman da buradadır. Elə Həsən Əlinin özü də artıq bu rəsimləri çəkirsə, deməli o da gənclərin siyahısındadır. Məsləhətlərinizi də verə bilərsiniz. Ürəyiniz istəyən sualları da ünvanlaya bilərsiniz. Buyurun, zəng eləyin 510-3806. Svetlana xanım, ümumiyyətlə bugün siz özünüz gənclərimizdən razısınızmı? Gənclərimizin istər ədəb-ərkan qaydası olsun, davranışı, danışığı, özlərini aparmağı. Ümumiyyətlə götürəndə təbii ki, mən gənclərimizdən razıyam və gənclərin hansı mühitdə, hansı ailədə tərbiyə almasından asılı olaraq bugün təbii ki, müxtəlif çeşidli gənclərimiz var. Amma məsələ burasındadır ki, dahilər deyiblər ki, övladlar valideynlərindən çox zəmanələrinə oxşayırlar. Buna görə də ola bilər ki, zəmanədən asılı olaraq gənclər, elə gənclər var ki, onlar çox ziyalı, çox gözəl bir ailədə tərbiyə alsalar da, ətraf mühit onlara müəyyən dərəcədə öz təsirini bağışlamış olur. Amma mən deyim ki, əgər sağlamdırsa o gənc, onun əsası, özülü, sağlam niyyətlə, sağlam tərbiyə ilə qoyulubsa, o gənclər təbii ki, o tərik hisslərdən tezliklə azad olacaqlar və onlar öz valideynlərinə layiq gənclər olacaqlar. Bu mənada, yəni gənclərin özünü qınamaq, onları haradasa təhdid etmək, onları nədəsə günahlandırmaq da düzgün deyil. Çünki uşaq ətraf mühitin təsirindən sözsüz ki, sığortalanmayıb. Amma təbii ki, həmin o uşaqda möhkəm iradə, yaxşı zövq tərbiyə eləmək lazımdır ki, həmin uşaqlar sonradan, yəni o kənar təsirlərə o qədər də uymasınlar. Və son zamanlar bunu da qeyd eləmək lazımdır ki, istedadlı gənclərin üzə çıxması, onların inkişafı üçün dövlətimiz tərəfindən hər cür şərait və imkan yaradılmışdır. Məsələn, mən deyim ki, Heydər Əliyev fondu gənclərlə bağlı çoxlu tədbirlər keçirir. Müsabiqələr keçirdi. Sonra sizin televiziyalar çoxlu müsabiqələr keçirdirsiniz. İstedadlı gəncləri üzə çıxardırsınız. Amma təəssüflər olsun ki, bəzən hətta televiziyanın özünə də elə insanlar, elə gənclər, necə deyərlər, yol tapırlar ki, onların hər hansı bir ifası, hər hansı bir davranışı ən azı tamaşaçılarda onlara qarşı rəğbət İkrah hissi doğdur. Amma hər halda Lider televiziyası seçir, seçim turlarından keçirir, sonunda gətirir Telman kimi, Samir kimi gənclərimizi sizinlə görüşə çıxardır. Və bu arada mən Elmi Tibb Mərkəzinin adını çəkmək istəyirəm, əzizlərim, səhər-səhər bütün həkimlərimizi salamlayırıq, hər birinə uğurlu iş günü və uğurlu iş həftəsi diləyirik. Əzizlərim, 4D rejimli Doppler ultrases aparatı vasitəsilə siz həm müayinələrdən keçə bilərsiniz, həm də ana bətnində dölün fiziki
fiziki və yaxud əqli qüsuru vaxtında təyin edilə bilər. Əlbəttə ki, siz ultrasəs mütəxəssisi Talihə xanıma müraciət etsəz. Sonsuzluq, bir çox ailələrin dağılmasına gətirib çıxaran bu bəla artıq belə deyək, sizə əziyyət verməyəcək. Siz də ana olacaqsınız. Neçə ailəyə övlad bəxş edən Xədicə xanım Teymur qızına əgər müraciət etsəz və müayinələrdən məhz elə elmi tibb mərkəzində keçsəz. Daha sonra əgər görməyinizdə bir problem varsa, belə deyək də, günün çoxunu siz kompüter qarşısında keçirirsinizsə, gözünüzdə qızartı varsa, qızarmadan sonra bir balaca yaşarma olursa, eynəklər ən əsası sizi bezdiribsə, bizim gənclərimiz var, xüsusilə gənc qızlarımız eynək taxmaq istəmirlər. Siz artıq linzalardan istifadə edə bilərsiniz, sadəcə olaraq gəlirsiniz elmi tibb mərkəzinə və oftalmoloq Sevinç xanım Babayevaya müraciət edirsiniz. Əzizlərim, ayrılırıq reklamlara, reklamlardan dərhal sonra səhər çağında görüşürük. Sağlamlığınızı Elmet Tibb Mərkəzinə və burada çalışan yüksək ixtisaslı həkimlərə həvalə edə bilərsiniz. Laborator analizlər, ultrasəs müayinəsi, lor kabinet, stomatoloji şöbə, oftalmologiya, ginekologiya, fizioterapiya və Azərbaycanın ən tanınmış cərrahlarının fəaliyyət göstərdiyi ümumi cərrahiyyə şöbəsi. Bütün bu sadalanan şöbələr, mütəxəssis həkimlər və tibbdə istifadə olunan son tipli aparatlar sizə yalnız sağlığınıza yenidən qovuşmağa kömək edəcək.
Təşəkkür Samir. Buyur, gəl, əyləş. Görürsünüz də, hörmətli tamaşaçılarımız, bugün gəncləri yığmışıq səhər-səhər, belə deyək, başımıza sizinlə bərabər. Onların səhər-səhər yaradıcılıq səhərləridir bugün liderin efirində. Əzizlərim, bugün gənclər haqqında danışmaq istəyirik sizlə. Müasir gənclərimizdən razısınız, yoxsa yox? Zəng eləyin 510-38-06. Ümumiyyətlə, zəng elib deyə bilərsiniz. Elə səhər-səhər Telmanın da, Samirin də ifasından razı qaldınız, yoxsa yox? Və Telman, mən çox istəyərdim ki, bizim, belə deyim, səhər-səhər lider televiziyasının efirinə Şamaxıdan qonaq gələn, özü də dediniz ki, ailə ansamblıdır, hə? Necə olur ki, bu ailə ansamblıdır? Belə baxıram, hamısı qara göz, qara qaş, bir-birinə də bənzəyirlər, hə Svetlana xanım? Bunlar Nurana xanım çox gözəl Şamaxı Şirvan torpağında mən deyərdim ən gözəl müşahidə edicilərdən biridir. Nura ailə ansamblı. Nağarada Atabəy qardaşımızı, Qoşu Nağarada Bağır qardaşımızı, Sintezatorda gözəl qardaşımız Natiq qardaşımızı və Balaban ifaçısında Fərid qardaşımızı. Fərid. Bəli. Və qarmon ifasımızda mən deyərdim sənətinə və özünə hörmət etdiyimiz Elbrus müəllimdir. Çox gözəl. Belə başa düşdüm ki, siz Elbrus müəllimdən öyrənirsiniz. Bəli. Çox gözəl. Hər zaman gənclər olsun ətrafınızda. Qardaş dedib, deyəqin hamısı əm uşaqlarıdır. Bəli, elədir. Deyəsən, telefonda tamaşaçımız var. Alaq zəngimizə. Alo. Sabahınız xeyir xanım. Sabahınız xeyir olsun. Bizim evimizin, ailəmizin lideri kanalı olan bizim hamımız lider kanalını dəstəkləyirik, baxırıq lider kanalına. Təşəkkür edirik. Qonaqlarımızı da salamlayırıq. Sağ olun. Çox sağ olun. Yəni bugünkü çox mənim xoşuma gələn mövzudur. Bu müasir gənclərimizdən razısınız. Yəni mənim o qədər də yaşım çox olmasa da, yəni 37 yaşım var. Yəni o qədər də razı deyiləm gənclərimizdən. Məsələn, deyə bilərsiniz, bir-iki nüans deyə bilərsiniz. Görək biz də sizdən razılaşıq, yoxsa yox? Belə deyək də, o əvvəlki abu-havada desək, qabaqki dövrlərdə desək, müasir gənclərimizdə, yəni mənim dövrümlə götürsəm, müqayisə eləsəm, bəli. Yaş dövrü, mən hətta belə deyək, məktəbdə oxuyan vaxtları, orta məktəbdə oxuyan vaxtları, mən elə bilirdim ki, müəllim evdə çörək yemir. Aydındır. Deyirsiniz, müəllimlərə indi hörmət eləmir gənclərimiz? Yox, eləyir xanım, həmin dövrlə müqayisə eləsək, yəni çox azdır ailələrdə, yəni təbii ki, hamısını şamil eləmək olmaz. Siz bilən bu nədən irəli gəldi? Niyə belə oldu? Səbəbini heç bir araşdırmamısınız özünüz üçün? Vallahi xanım, o bizim dövrdə, yaşayan dövrdə o qədər bu texnologiya inkişaf eləməmişdi. Yəni bizim dövrdə yaşayan vaxtları bu qədər müasirlik, nə bilim, hər bir şey. Deyirsiniz, günah texnologiyadadır. Svetlana xanım biraz öncə bir yaxşı söz dedi. Dedi ki, övladlar zəmanəyə daha çox bənzəyirlər, nəinki valideynlərinə. Razısınız bu fikirlə? Bəli. Zəmanə dəyişdirdi, deyirsiniz. Tam razıyam oyla. Sizin özünüzün övladınız var? Bəli, var evladım. Onda onu siz öz ürəyiniz istəyən kimi tərbiyə eləyirsiniz. Mən buna ümidvaram. Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm. Təşəkkür edirəm sizin zənginizə görə. Görürsünüz, bəzi hətta 37 yaşı var, onlar gənclərin özlərini aparmaq qaydalarından, davranışlarından narazıdırlar. Nurana xanım, burada qeyri-adi bir şey yoxdur. Çünki Samir başım bulur. Cəmiyyətlərdə, bütün tarix boyu nəsillər arasında həmişə belə bir müqayisələr gedib və hər bir nəsil özündən öncəki nəsli yüksək qiymətləndirib, amma özündən sonra gələn nəslə nəsə bir qədər bədgüvanlıqla gəlir. Bu, hətta biz belə olub, belə də olacaq. Klassiklərimizin yaradıcılığından götürsək, həmişə zəmanədən şikayət olub insanlarda. Yəni, onlara elə gəlib ki, indiki zəmanə, keçmiş zəmanə ilə müqayisədə pisdir. Amma əslində tarix bunu göstərib, cəmiyyətin inkişafı bunu göstərib ki, cəmiyyət getdikcə inkişaf eləyə gedir. Bəli, düzdür, müasir texnologiyalardan da ağılla istifadə olunarsa, onlar yalnız insanlara xidmət edər. Bilirsiniz necədir Svetlana xanım, çox adam nədən narazıdır? Məsələn, belə götürək, indi mən bizim gənclərimizə də o sualı verəcəm. Bir neçə il öncə, deyək ki, bir 20 il bundan öncə bir gənc qızla bir gənc oğlan, məsələn, parkda əgər yan-yana əyləşərdilərsə, bir-birinin əlindən tutardılarsa, artıq kənardan keçənlər onlara bir tərs nəzərlər yetirərdilər, düzdür? İndi mənə deyin görün, bax, bir qız, bir oğlan parkda əyləşiblər, hə? Əl-ələ tutublar
3 nöqtə ardını mən demirəm, özünüz məndən çox gözəl bilirsiniz. Deyin görüm necə münasibət bəsləyirsiniz onların tərbiyəsinə, özlərini aparmağına. Yəni ictimai yerdir də, kənardan izləyirlər, baxırlar. Bir daha salamlayıram. Valla sözün açığı biz yəni dədə-babadan belə şey görməmişik. Aha. Biz özümüz də belə olmamışıq. Yəni gəncsiniz də siz, sizin yaşıtlarınız yəni bunları eləyir. Biz yenə də belə şeylərə yenə də yaxşı baxmırıq. Çünki qıraqdan baxan böyük var, yaşlı var, gənc var, balaca var. Yəni bu balacanın... Bax, Həsənəli kimi uşaqlar var, baxırlar, görürlər. Həsənəli elə yaxşı şey görsün də, düz deyil bəlkə. O elə gözəl şeylər görsün. Yəni eləncə şey nə qədər də olmasa uşaqlara sıx təsir edir. Pis təsir edir, hə? Əlbəttə ki. Gözəl, deyəsən zəngimiz var. Alo. Alo. Bəli. Sabahınız xeyir. Sabahınız xeyirlər açılsın. Mən Lider kanalını salamlayıram. Təşəkkür edirik. Başda Nurhanı xanım olmaqla. Təşəkkür. Orada oturan musiqiçiləri salamlayıram. Çox gözəl. Musiqiçilərimiz Şamaxıdan gəlib bugün bura. Bəli, Şamaxı əlinə salam göndərirəm. Təşəkkür, Şamaxıdan biz də. həmişə gözəl aşıqlar, gözəl musiqiçilər çıxır. Mən gənclərə də münasibətimi bildirirəm ki, qoy gənclərimiz həmişə efirlərdə olsun. Efirlərdə Mən olsun. gənclərə münasibətim çoxdur. Orada mən o Şirvan əlinin gözəl balası olan Telmanı, Aşıq Telmanı Çox sağ ol. öpürəm, bağrıma basıram. Onun Çox sağ ol. valideynlərinə öz təşəkkürümü bildirirəm. Belə oğul yetişdirdiyinə Çox sağ ol. görə istəyərəm ki, tez-tez o kanallarda görünsün, bu gənclər irəli getsin. Çox sağ olun, Təşəkkür edirik, təşəkkürümüzü təşəkkür bildiririk. edirik. Çox sağ olun. Zənginizə görə. Çox sağ olun. Minnətdarlığımızı bildiririk zənginizə görə. Görürsünüz, istedadlı gəncləri tamaşaçılar da seçirlər, onları da bəyənirlər. Və mən bilmək istəyirəm ki, bizim Həsənəli balamız günün neçə saatı məşğul olur Svetlana xanım? Çox gözəl rəsmlərdir. Xüsusilə burada Həsənəlinin bir rəsmi var. Mən bunu çox bəyəndim. Həsənəli, bu kərvandır belə gedir. Dəvələrdir. Dəvələr gedir. Hara gedirlər Həsənəli? Dəvələr hara gedirlər? Hə, bax bunu görəndə Kərvan simfonik muğamı adamın yadına düşür. Hə? Hara gedirlər? Yük aparırlar. Dəvələrin yükündə nə var? Çoxlu. Rəssamlar ədətən danışmağı sevmirlər bu qədər də. Yox, siz gördünüz də dedi dəvələrin yükündə quzu var. Niyə dedi quzu var? Çünki Telmanın babasının çoxlu quzuları var. Çox gözəl rəsmdir. İnanın ki, bax, axşamlar Həsənəli yatanda da o yuxuya gedəndən sonra onun sinəsinin üstündən qələm və kağız götürürük. Yəni bunda bilmirəm gələcəyi necə olacaq. Bəlkə də heç rəssamlığın... Çox ağıllı gözləri var Həsənəlinin. Maşallah olsun. Amma siz də yəqin ki, hörmətli tamaşaçılarımız fikir verdiniz. Proqramımız başlayandan bu dəqiqələrə qədər baxırsınız, nənə nəvəsinin əlini buraxmır. Mən iri planda çox istəyərdim ki, tamaşaçılarımız onu görsünlər. Çox qəribədir ki, Azərbaycanda bizim nənələr nəvənin əlindən möhkəm tuturlar. Nəvə böyüyür, 20 yaşı olur, 30 yaşı olur, 40 yaşı olur, nənə yenə onun əlindən tutur. Əslində biz qoymuruq uşaqlar sərbəst inkişaf eləsinlər. Yox, sərbəstdir. Sadəcə olaraq baxmayın da efirin özünün müəyyən... İnanın ki, başqa yerdə də belədir. Belə deyək, nəqliyyatdan, ictimai nəqliyyatdan da istifadə eləyəndə belədir. Bir məclisə gedəndə də belədir. O bizim xarakterimizdir. Şeylərinin üzərində məndən daha çox onun babasının. Babasının. Bəli, Azad Manaflının zəhməti var. Ümumiyyətlə, onda nəvələrə xüsusi qayğı var. Yəni, səhər yuxudan durmaqdan tutmuş, axşam yatana qədər. Bu uşaqlarla bağlı nə qədər qayğılar varsa, bunların daha çox babası, yəni onların səliqə səhmanlı olmağına, dərsləri yaxşı yerinə yetirməyinə, sonra hətta vaxtında yatmağına belə babanın xüsusi nəzarəti var. Hamısına nəzarət edir. Mən bilirəm, Azərbaycan ailələrində bəlkə də Azərbaycanlılar, Azərbaycanlı valideynlər dünyanın yeganə valideynləridir ki, biz, sözü yaxşı mənasında deyirəm bunu, yəni valideynlərin xətrinə deməsin, biz övladımızı qoymuruq ki, o böyüsün. O həmişə uşaqdır, mənim yanımda dayanmalıdır və mən hansı məsləhətləri verirəmsə, ona qulaq asmalıdır. Kimdən alırsınız məsləhətləri? Vallahi, Allah ölənlərimizə rəhmət eləsin, qalanlarımıza can sağlıq. Mən atamla məsləhətləşərdim. Yəni, mən atamla dost olmuşam. Yəni, bilənlər, tanıyanlar bilir. Çox təəssüf belə gənc yaşında atanı itirmirsən.
indi Allahın yazdığı qismətdir. Qardaşın varmı sən? Bəli, qardaşlarım var. Məsləhət eləyirsən? Bəli, əlbəttə ki, indi atam olmayandan sonra, dünyasını dəyişəndən sonra mənim böyük qardaşlarım var. Onlarla məsləhətləşirəm. Məsləhət eləyirsən. Çox Bəli, gözəl. Böyük qardaşı olmaq böyük xoşbəxtlikdir. Telman var sənin qardaşın? Bəli, var. Məsləhət alırsan? Yox, qardaşımdan məsləhət almıram. Aha. Səndən böyükdür? Bəli, məndən böyükdür. Niyə məsləhət almırsan ondan? Yox, nəsə mən heç belə az təsadüfi, o başqa yerdə olur. Məsələn, mən başqa yerdə, mən şəhərdə oluram, o rayonda olur. Amma atamdan Başqa. Biri deməli okean o tayında olur, biri bu tayında olur, deyil? Mən Bakıda oluram. 120 kilometr Qardaşım, Şam bu dəqiqə dursaq nəsə biz Şamaxıya getmək, verilişin proqramı sonuna qədər gəlib çatarıq Şamaxıya. Yox, yəni həqiqi deyirəm, yəni biz məsləhətləşmirik ki, nə eləyəcəyik, nəsə bizdə xarakter elədi, amma atamla, nənəmlə, babamla belə məsləhətləşirəm bunlar. Babam məsləhət verəndir? Bəli. Çox vaxt gəncləri biraz bezdirir. Hə, Svetlana xanım, məsləhət. Nə qədər demək olar, belə ol, belə olma, filan kəslə bir yerdə getmə, oturma, əyləşmə, o yaxşı deyil, sənə nəsə pis təsir eləyər. Heç belə bezdiyiniz vaxt olur ki, əl çəkin məndən, qoyun həyatımı yaşayayım, bəlkə mən sizdən yaxşı düşünürəm. Olub belə? Olur. Bəzi anlarda olur. Olur, hə? Cavan o da bəzi vaxtlarda üzr istəyirəm. Və bütün bunlardan əlavə, şəxsi nümunələr. Bəzən heç məsləhət sözlə onu ifadə eləməyə ehtiyac qalmır. Sadəcə hərəkət Böyüklər öz həyat tərzləri ilə, şəxsi nümunələri ilə gəncləri daha çox tərbiyə etmiş olurlar, nəinki öyüd nəsihətlə. Bəzən biz buna hətta televiziya ekranlarına da belə hallarla tez-tez rastlaşırıq ki, kimsə durur, millətə əxlaq dərsi keçir, kimsə gənclərə nəsə öyüd nəsihət edir. Amma əslində əvvəla o əxlaq dərsi keçməyə heç kəsə ixtiyar verilmir. Xüsusilə həyatında müəyyən nüanslar olan insanlara. İkinci tərəfdən də gənclərə məsləhət vermək özünün şəxsi nümunə ilə olmalıdır. Sən bəzən elə adamlar olur ki, özləri nəsə məsləhət görürlər, amma onlar özlərinə qalanda mən siz elə gözəl başa düşdüm Svetlana xanım, təşəkkür edirəm. Yol verirlər, elə hərəkətlər edirlər ki, o böyüklərə görə bəzən gənclər özləri xəcalət çəkmiş olurlar. Düz deyirsiniz, belə hallarda var. Biz bu cəmiyyətdə yaşayırıq da, biz bu hadisələrin hamısını canlı sözsüz ki, Azərbaycan yəni o qədər də böyük məkan deyil, xüsusilə Bakı hamı bir-birini o qədər gözəl tanıyır ki, bəzən adama elə gəlir ki, biz hamımız bir küçədə yaşayırıq. Və mən Elmə Tibb Mərkəzinin bir daha adını çəkmək istəyirəm. Əzizlərim, əgər sizin səsinizdə tez-tez problem olursa, xüsusilə müğənnilər, bax sizə aiddir. Səsinizdə problem olursa, nəfəs almanız bir balıca çətinləşibsə, gecələr hətta xorulduyursunuzsa, rahat yata bilmirsinizsə, eşitməniz zəifliyibsə, bir sözlə sizi narahat edən bütün lor problemlər üzrə siz Elmə Tibb Mərkəzində çalışan lor cərrah Natəvan xanıma müraciət edə bilərsiniz. Belə deyək, həm sağlamlığımızın, həm də gözəlliyimizin təminatı nədir əzizlərim? Sözsüz ki, gözəl, saf, tərtəmiz, heç bir zədəsi olmayan dişlərdir. Əgər siz də belə gözəl dişlərə, müasir implantlara sahib olmaq istəsəz, onda belə deyək, Elmə Tibb Mərkəzində böyük bir şöbə fəaliyyət göstərir, stomatoloji şöbədir. Çox yaxşı mütəxəssis həkimlər də fəaliyyətdədir. Müraciət edin Elmə Tibb Mərkəzinə, həm gülüşünüz gözəl olsun, həm də dişləriniz sağlam olsun. Hal-hazırda isə ayrılırıq reklamlara, reklamlardan sonra yenə səhər çağında görüşürük. Sağlamlığınızı Elmət Tibb Mərkəzinə və burada çalışan yüksək ixtisaslı həkimlərə həvalə edə bilərsiniz. Laborator analizlər, ultrasəs müayinəsi, lor kabinet, stomatoloji şöbə, oftalmologiya, ginekologiya, fizioterapiya və Azərbaycanın ən tanınmış cərrahlarının fəaliyyət göstərdiyi ümumi cərrahiyyə şöbəsi. Bütün bu sadalanan şöbələr, mütəxəssis həkimlər və tibbdə istifadə olunan son tipli aparatlar sizə yalnız sağlığınıza yenidən qovuşmağa kömək edəcək. Düşmən yurdunun sözü söhbəti, düşmən yurdunun Qoyanlar kitabdır daşlar var, qoyanlar kitabdır daşlar var. Dərdə şəfa verir araz bulağı, dərdə şəfa verir araz bulağı.
şərəfli adım var Azərbaycanım. Şərəfli adım var Azərbaycanım. Cahangirə gəlib şah Qobustanım. Rızanın məskəni ulu Şirvanın. Yazısı hikmətli Qobustanladır. Bay balam, bay balam, aman ey. Aşığızadəyə sən bir alqış. Aşığızadəyə sən bir alqış. Zəhmətin qüdrəti Qobustandadır. Zəhmətin qüdrəti Qobustandadır. Zəhmətin qüdrəti Qobustandadır. Bay 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 balam ayaman ey. Çox sağ ol. Sən də sağ ol. Baxım sazın üstündəki Telvan Şirvanlı. Bəh, 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 bəh. Sazının neçə yaşı var ay Telman? Kim düzəltdirib o sazı sənə? Mikrofonu ver zəhmət olmasa görüm. Neçə yaşı var o sazın? Sazın? Hə, danış. Buyur, danış. Neçə yaşı var? Bir 10 yaşı var? Yox, bu sazın bir 8 yaşı olar. 8 yaşı olar. Qoy. Onu eləyəcəm. İnşallah eləyərsən. Bizim verilişimizə belə deyək, çox aşıqlarımız gəlib. Hətta belə deyək, Təbrizdən belə bizim qonaqlarımız olur, aşıqlarımız və hər zaman o aşığın köksündəki saz olur. O sazın yaşı ilə fəxr eləyirlər. Hansı usta o sazı düzəldib, onunla fəxr eləyirlər ki, filan aşıq, filan usta bax bu sazı düzəldib. Düzəldən ustanın adını bilirsənmi? Kimdir, kim düzəldib? Dünən də yanına getmişdim. Usta Rizvandır, gözəl saz ustası, bəli. Oğlu da necə qardaşımız var, Əslində çox gözəl sazım var. Yəni mənim sazlardan başım çıxdığına görə deyirəm. Çünki bir vaxtlar biz bir film hazırlamışdıq. Sazları düzəldən bir neçə ustanın yanına getmişdik. Hər saz o dərəcədə gözəl olmur. Çox gözəl sazlı qədrini bil. Deyəsən tamaşaçı zəngimiz var. Zəngimizi alaq. Alo. 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 Bəli. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Necəsiniz Nuranə xanım? Biz gözəl, yaxşıyıq. Görürsünüz, canlı ifalar var. Şamaxıdan qonaqlarımız var. Svetlana xanım buradadır. Samir gözəl-gözəl oxuyur. Siz necəsiz? Allah'a şükür, Allah'a şükür. Allah bütün o qonaqları saxlasın. O gənclərin gələcəyini versin. O gənclər o bizim gələcəyimizdir. Deməli, Nuranə xanım, mən bir fikir söyləmək istəyirəm. Yəni, belə bir deyim var. Mən özüm deyimlərə çox böyük hörmət bəsləyən adamam. Yəni, nə qədər hansı fikir səslənsə də, bu deyimlər üstündür ki, üstündür mənim fikrimcə. Yəni, Şairə xanımı bir daha salamlayıram, belə bir fikir söylədi. Müasir gənclərimiz yəni, zəmanəsinə bənzəyir. Amma burada belə bir deyim var. Deyir ki, cavana urvat qocadan keçər, cavanın ürəyi, qocanın diləyi işıqlı olar. Yəni, bu nə qədər müasir dövrümüzdə bu gənclər zəmanəsinə bənzəsələr də, yəni o qocanın mütləq və mütləq onun tərbiyəsinə, onun yol göstərməyinə ot kökü üstə bitər də, onu demək istəyirsiniz. Və cavanların ehtiyacı var. Mən belə fikir söyləyərdim. Bütün eşidənlərə salam söyləyirəm, başda Solmaz xanım olmaqla. Allah sizdən razı olsun. Təşəkkür edirəm, Svetlana xanımdır. Amma demədiniz mənə, gənclərimizdən bugün razısınız yoxsa yox? Aha, yaxşı, gələn dəfə zəng edib bu sualımızı cavablandırarsınız. Mənə elə gəldi ki, tamaşaçımız gənclərimizdən razıdır. Yəni, çox nikbin danışırdı. Yəni, belə gəncləri görəndə adam necə narazı ola bilər. Siz də zəng eləyin, əzizlərim, 510-3806. Siz zəng eləyin, görək, gənclərimizdən razısınız, yoxsa yox. Bəlkə zəng eləyib elə bir nöqsan deyəcəksiniz ki, digər gənclərimiz də eşidərlər. Əgər böyük sözünə həqiqətən də onların ehtiyacı varsa və böyük sözünü eşidən gənclərdəndilərsə, sizin sözünüz onlar üçün bir sırğa olar, asarlar qulaqlarından, düzdürmü? Svetlana xanım, əslində bütün gənclər elə sizin də dediyiniz kimi, tamaşaçımızın da dediyi kimi, düzdür, müasir dövrə oxşuyurlar, dövr gəncləri özü, belə deyək,
gətirir çıxardır, cəmiyyət üçün hazırlayır. Amma yenə də övlad ailənin güzgüsüdür. Yenə nəsillər bir-birini əvəzləyir və o nəsildə bir belə deyək, adı tarixə düşmüş bir şəxs varsa, bir şəxsiyyət varsa, istər-istəməz o nəslin davamçıları mütləq şəkildə bütün davranışlarında, söhbətlərində, özlərini aparmaqlarında o insanın adını həmişə yad edirlər. Necə ki, sizin nəslinizdə Tofiq Bayramın adı həmişə yad olunur və belə deyim də, mən sizin bir məclisinizdə hətta Tofiq müəllimin bir anım gecəsinə, xatirə gecəsinə iştirak eləmişəm və bütün qohumları görmüşəm Svetlana xanımın. Gördüm ki, o insanlar necə kübardılar, necə aristokratdılar, necə özlərini aparırlar cəmiyyət içərisində. Mənimlə gəlir ki, hamı özlüyündə o kişinin adını fikirləşir ki, ona uyğun olun, ona yaraşan olun. Sağlığında Tofiqin nümunəsi, dünyasını dəyişəndən sonra onun ruhu həmişə bizim başımızın üstündə olub. Biz həmişə fikirləşmişik, çalışmışıq ki, öz hərəkətlərimizi onun varlığı ilə, dünyasını dəyişəndən sonra onun yaratdığı əsərlərinə uyğun, layiq bir insanlar olaq. Təbii ki, bu mənada, çünki mən bu günlərdə Tofiq rəhmətliyin 80 illiyi olacaq. 80 illiyi. Bəli, müəyyən texniki səbəblərdən dekabrın 16-sı onun anadan olan günü yox, daha sonradan biz onu qeyd edəcəyik. Çünki bu da onunla bağlıdır ki, Tofiqin kitabı çapı hazırlanıb, hələ hazır deyil və bundan da başqa Azərbaycan Milli Dram Teatrının səhnəsində Tofiqin Lope de Vega'dan tərcümə etdiyi bir piyesin tamaşası hazırlanır. Müəyyən işlər hələ tamamlanmayıb. Bununla bağlı yəqin ki, gələn ilin əvvəlində onun yubileyini qeyd edəcəyik. Amma bilirsiniz, bax, mənim həyatımda elə bir məqam olmur ki, mən o məqama uyğun Tofiqin bir misrasını yadıma salmayayım. Düşübdür bu məqamda? O dəqiqə yadıma düşür. Səhəri bıçağında hansı misralardır o? Məsələn də, indi Tofiqin çox məşhur bir şeiri vardı, Balakardin şeiri. Balakardin ürək dərmanında buna... Anası ilə mənlə gəlir söhbətdir o. Deyir, bəli, ürək dözmür, nadan sənə alim kimi dərs deyəndə. Ürək dözmür hilələrə, ürək dözmür yalanlara, ürək dözmür ikiləyib özünü sən evdə bir cür danışasan, çöldə bir cür. Ürək dözmür həm sənətkar, həm diplomat olanlara. Yəni, Tofiqin yaradıcılığında bu ana xətt olub. Tofiq bir haqsızlığa, bir ədalətsizliyə əgər səsini qaldırmasaydı, o bunu özünə bağışlaya bilməzdi. İnanın ki, bütün Azərbaycan şair yazıçılarımız elədi, əksəriyyəti. Ona görə hamısının cibində Balakardin gəzirlər. Və heç də təsadüfi deyil ki, Qarabağ hadisələri Tofiqin həm sağlamlığına çox ciddi zərbə vurdu. Həm də ki, onun dünyasını dəyişməyində mühüm səbəblərdən biri oldu. Düz deyirsiniz, düzdür. Çünki Tofiq, yəni sonuncu şeiri Tofiqin məhz Qarabağla bağlı idi ki, dedi ki, gözlərimin işığını verərəm, Qarabağı vermərəm. Yadımda da şey. Bax, bu hadisələr hamısı Tofiqin sağlamlığına... Düzdür, ümumiyyətlə o hadisələrdə biz bugün mən çox fikirləşirəm ki, özümün kifayət qədər artıq ömür sürmüşəm. Fikirləşirəm ki, Tofiq cəmisi 56 yaşında dünyasını dəyişdi. Amma Tofiqin 30 yaşı olanda onu bütün Azərbaycan tanıyırdı. Tofiqin... Və belə deyək, hələ uzun illər keçəcək, qərinələr, əsrlər keçəcək, amma bizim elə Azərbaycan şairlərimiz həmişə qalacaq və onların misraları bu gənclər üçün örnəkdir. Samir, bir mahnı istəyək sizdən. Buyur. Yay akşamı boş fırlanmaktan İstedim arasa gedim birden senden mesaj geldi Yazıpsan darıktım sensin Gözəldir bu akşam Görünə vaxtdan seninle görüşen verik biz Vay 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 Qara gözler Vay 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 Məni gözler Vay 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 Bu yay qiyamətdir
gecələri gözlər. Vay vay vay, necə məsləhətdir. Vay vay vay, vay vay vay, vay vay vay. Xəzər sahilində dəniz ləbbəsini, məhəbbət küləyi əsdi, əsdi nəfəsini kəsdi. Bir sən bir mən birdən, çılgınıq biz, cavanıq biz. Həyatımız gözəldir, bilirik ikimiz. Vay vay vay, qara qara gözlər. Vay vay vay, məni gözlər. Vay vay vay, bu yay qiyamətdir. Vay vay vay, qara qara gözlər. Vay vay vay, gecələri gözlər. Vay vay vay, necə məsləhətdir. Vay vay vay, qara qara gözlər. Vay vay vay, məni gözlər. Vay vay vay, bu yay qiyamətdir. Vay vay vay, qara qara gözlər. Vay vay vay, gecələri gözlər. Vay vay vay, necə məsləhətdir. Vay vay vay, vay vay vay. Vay vay vay, 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 qara qara gözlər. Vay vay vay, məni gözlər. Vay vay vay, bu yay qiyamətdir. Vay vay vay, qara qara gözlər. Vay vay vay, gecələri gözlər. Vay vay vay, necə məsləhətdir. Vay vay vay, qara qara gözlər. Vay vay vay, məni gözlər. Vay vay vay, bu yay qiyamətdir. Vay vay vay, qara qara gözlər. Vay vay vay, gecələri gözlər. Vay vay vay, necə məsləhətdir. Vay vay vay. Təşəkkür. Samir, gəl əyləş. Hörmətli tamaşaçılarımız, mən zənglərinizi gözləyirəm. 510-3806 zəng elin görək. Gənclərimizdən, müasir gənclərimizdən razısınız, yoxsa yox? Müasir gənclərimizin biri buradadır, Rəhimzadə Həsənəli. Görürsünüz, artıq Həsənəlinin, belə deyək, bir diplomu var. Bu Həsənəlinin ilk diplomudur. İlk diplomudur. Xeyirli olsun Həsənəli, uğurlu olsun. Belə çoxlu diplomlarla gələsən Lider televiziyasının səhər çağı proqramına. Biz də bunu qürurla, fəxrlə, bax belə təqdim eləyək bizim hörmətli tamaşaçılarımıza. Həsənəlinin rəsmlərini əgər diqqət eləsəz, hörmətli tamaşaçılarımız, verdi sənə. Mənə heç nə verməyib, artıq sənə verir. Burada görürsünüz, fildir və filin yanında balası var. Mütləq, bütün rəsmlərində, deməli, burada atdır. Mütləq yanında bir balası var. Deməli, o, belə deyək, uşaqlar öz dünyalarını çəkirlər axı. Həsənəli mənə elə gəlir ki, evdə həddindən artıq məhəbbət görür. Həddindən artıq istilik görür. Mən arzu edirəm ki, bütün valideynlər, bütün övladlar belə olsunlar. Baxın, bu rəsmdə də var Həsənəlinin, deməli, atdır. Yanında da bir, Həsənəl qırmızı paltardadır qız. Mən deyiləm ki o, mənəm. Yanında mütləq bir balaca bir dənə də at var. Uşaqları belə deyək, rəsm müsabiqələrində iştirak eləmək üçün valideynlərin onları aparması, rəssamlıq dərnəklərini aparması çox yaxşıdır. Mənim yadımdadır ki, biz balaca olanda Yuri Qaqarin adına mədəniyyət mərkəzinə mütləq şəkildə gedirdik və bu gün də çox yaxşıdır ki, valideynlərimiz bax belə övladlarımızı aparırlar. Hal-hazırda hörmətli tamaşaçılarımız, biz sizinlə bərabər Azərbaycanda və xaricdə baş verən ən son yeniliklərdən xəbər tutmaq üçün ayrılırıq Səda İnformasiya xidmətinə. İzləyək xəbərləri, daha sonra yenidən səhər çağında görüşərik.
Proqramımız davam eləyir, hörmətli tamaşaçılarımız. Bugün biz səhər-səhər gənclərimizdən söz açmışıq. Mən çox istəyərdim ki, zəngləriniz olsun. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Müasir gənclərimizdən razısınız, yoxsa yox? Zəng edib fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Telefon nömrəmiz aktivdir. Buyurun zəng eləyin 510-3806. Və reklam arasında bizim bu balaca rəssamımız bu səhər, bizim səhər çağının qonağı olan Həsən Əli dedi ki, rəsmlərimdən birini səhər çağına pay verəcəm, hə? Bizə hədiyyə verəcək. Hansını verəcəksən Həsən Əli? Hansını vermək istəyirsən? Göstər görüm hansını verirsən. Gətir görüm. Hansını versən, bax o bizim üçün burada hədiyyə olacaq. Hansını verirsən? Bunu. Gətir görüm mənə. Ver görüm mənə. Çox gözəldir, çox gözəldir. Bu çox gözəl. Yox, sənin deyil. Bu səhər çağınıdır. Bakıdır, bulvardır və qayıqlardır. Çox gözəldir. Həsən Əli, təşəkkür eləyirik. İnan ki, bu bizim belə deyək, ən əziz hədiyyələrimizdən biri olacaq və hər zaman səhər çağını açanda, Lider televiziyasını səhər-səhər izləyəndə görəcəksən ki, bax, sənin bu rəsmin səhər çağının studiyasındadır. Yaxşı, danışdıq. Bu arada, Samir, biz səndən bir mahnı istəyərdik. Olar mı? Təşəkkür edirəm, bəli. Bu mahnı ata mahnısıdır. Dünyasını dəyişən atalara rəhmət diləyirik Allahdan, qalanlara can sağlığı. Sözlərin musiqisi Elnur Talıblı'ndır. Buradan salamlayıram, çox sağ ol bildirirəm, təşəkkür edirəm. İfa eləyək. Buyur dinləyək. Bu gecə səni yuxuda gördüm, gözünə baxa durmuşdum qarşında, sənə sığınıb əlimdən öpdüm, o keçmiş xoşbəxt günlər geri döndü yaddaşımda. Bu gecə səni yuxuda gördüm, sən mənə sevə baxıb gülümsədin, xatirələrim geriyə döndü, sanki bir soyuq qış axşamı əbədi getmədi, sən gedən gündən bir günəş söndü, bir sevinç öldü, sənsiz qalmış evimizdə. Nədən gözü yaşlı kədər, nədən zalımdı bu qədər, bir gün bu dünyaya gələn, bir gün köçüb gedər. Sənsiz ötər acı günlər, sənsiz uzun illər keçər, sənsiz qalmış evladların yolunu gözləyər. Nədən gözü yaşlı kədər, nədən zalımdı bu qədər, bir gün bu dünyaya gələn, bir gün köçüb gedər. Sənsiz bu fani dünyada, mən dəryada tənhada, sənə çox ehtiyacım var ata. Sən gedəndən bu dünyada, mən dəryada tənhada, sənə çox ehtiyacım var ata. Bu gecə səni yuxuda gördüm, gözümə baxa durmuşdum qarşında, o qabar əlindən öpdüm, o keçmiş xoşbəxt günlər geri döndü yaddaşımda, sən gedən gündən bir günəş söndü, bir sevinç öldü, sənsiz qalmış
yaşlı keder, neden zalimdi bu kadar? Bir gün bu dünyaya gelen, bir gün köçüp gider. Sensiz bu fani dünyada, ben deryada tenhada, sana çok ihtiyacım var ata. Sen gidenden bu dünyada, ben deryada tenhada, sana çok ihtiyacım var ata. Bu gece seni yuxuda gördüm, elinden öptüm. Teşekkür edirik Samir. Səhər-səhər kövrətdin bizi, bizi də kövrətdin. Yəqin ki, bizi izləyən tamaşaçıları da kövrətdin. Allah bütün analara, atalara can sağlığı versin və elə ekran vasitəsilə mən bütün valideynlərin, anaların, ataların əllərindən öpürəm. Hər zaman övladların yanında olasınız, övladların başının üstündə olasınız. Çünki biz övladların hər zaman sizlərə ehtiyacımız var. Azərbaycanlı olaraq bizim neçə yaşımız olursa olsun, hər zaman sizin yanınızda özümüzü uşaq, körpə, balaca, belə deyək, elə hiss eləyirik ki, sanki siz olmasaz dünyanın sonudur. Hər zaman siz olasınız yanımızda, valideynlərimizə Allah can sağlığı versin. Və deyəsən, zəngimiz var, təşəkkür eləyirəm bir daha mahnıya görə, klipə görə də təşəkkür eləyirəm. Zəngimiz var, alaq zəngimizi. Alo. Sabahınız xeyir xanım. Sabahınız xeyir olsun. Nurana xanım, sabahınız xeyir. Sabahınız xeyirlərə açılsın. Buyurun. Lider kanalını salamlayıram. Təşəkkür edirik. Çox sağ olun. Biz də sizi salamlayırıq. Orada oturan qonaqları salamlayıram. Təşəkkür edirik. Çox sağ olun. Və Nur ailə ansambını salamlayıram. Təşəkkür, təşəkkür. Bütün salamlarınız üçün təşəkkürümüzü bildiririk. Deyin görüm, gənclərimizdən, müasir gənclərimizdən razısınız yoxsa yox? Bəli, razıyam mən. Razısınız. Nə gözəl. Bəli, bəli. Məsələn, onların hansı hərəkəti sizə xoş gəlir? Hansı hərəkətlərindən tamamilə razı olursunuz? Hər cəhətdən xoşum gəlir mənim. Necə? Hər cəhətdən, hər cəhətdən. Hər cəhətdən razısınız. Bağışlayın, sizin özünüzün neçə yaşınız var? Bəli. Neçə yaşınız var? Mən 25 yaşım var. Maşallah, siz özünüz gəncsiniz da, siz razı olacaqsınız da. Amma səsinizdən mənə elə gəldi ki, sizin hardasa bir 40-45 yaşınız var. Deyin görüm siz... Bəli, buyurun. Telman valideynlərə təşəkkür edirəm. Belə bir evlad tərbiyə verib və minnətdaram onların ailə başı sağlıq edir. Çox sağ olun, mən də təşəkkür edirəm. Təşəkkürümüzü bildiririk. Mən belə başa düşürəm ki, bizim zəng eləyən tamaşaçılarımız Lider televiziyasının efirində təqdim olunan gənclərin, bax belə müsabiqələrini izləyən tamaşaçılardandılar. Çünki görürəm səhərdən elə zənglərimizdən Telmanı da yaxşı tanıyırsınız, Samiri də yaxşı tanıyırsınız. Əslində bu çox yaxşıdır. Deyin görüm, bütün bu müsabiqələr boyunca sizin yanınızda belə deyək, böyüklər oldu, müsiflər heyəti oldu, hər birindən məsləhətlər aldınız. Bugünə qədər kimsə izləyirmi sizin yaradıcılığınızı, yoxsa elə müsabiqə bitdi, sağollaşdınız? Yox, əlbəttə ki, yenə də buradan salamlayıram. Aşıq Vüqar vardı bizim müsabiqədə, Könül Kərimova vardı, Aşıq Altay var idi. Yəni biz müsabiqəyə çıxanda məsləhətləşirdik. Təəssüflər ki, bu günlər bir balaca başımız qarşıdır, görüşə bilmirik. Yenə də inşallah sağlıq olsun, qismət olsun. Yəni məsləhətlərinizi eləyirsiniz. Əlbəttə, yenə də məsləhətlərimizi Telman, bəs siz? Mən də Nurana xanım məsləhəti alıram. Düzü bizə də müsabiqədə Telli xanıma da öz təşəkkürümü bildirirəm. Abbas əmiyə də. Onları buradan deməsəm inciyərlərə qoy deyək də. Məqamdır vermişik sizə, buyurun deyil. Elə müsahibə bizim üçün çox belə böyük rol oldu. Çünki tanıyırlar, reklam olunduq, izləyicilərimiz var. Belə də götürəndə ki, Lider kanalı maşallah dəstək olur da bütün gənclərə. Gələndə də öz eviniz kimi gəlirsiniz. Siz Liderin övladlarısınız da, belə deyək. Liderin bizə çox kömək deyib. Əslində cavanlıq insan ömründə çox qısa bir dövrdür. Düzdür. Elə tez ötür keçir. Elə sürətlə və Tofiqin bir şeirində deyir ki, səni mənə vüsal verdi, hicran aldı cavanlığım. Saçlarını ağ görəndə fikrə daldı cavanlığım.
qartal idim, birdən-birə zirvələrdən endim yerə. Bəlkə uzaq bir xatirə, bir xəyaldır cavanlığım. Yəni cavanlıq və o insanlar sonraki həyatlarını xoşbəxt yaşaya bilirlər ki, onlar cavanlığın qədrini bilir. Məsələn, siz hələ cavansınız, istedadlısınız. Mən çox arzu eləyərdim ki, siz həm cavanlığın, həm də öz istedadınızın qədrini biləsiniz. Cavan ikən özünüzü elə hazırlayasınız, elə aparasınız ki, sonraki dövrdə bu cavanlıqda qazandıqlarınız sizin əlinizdən tutsun, sizə köməkçi olsun. Görün, bunları sizə kim deyir? Svetlana xanım deyir və onun çox gözəl həyat təcrübəsi var. Deyirsə, zəngimiz var Svetlana xanım. Allah görə kimdir bizə zəng edən səhər-səhər? Alo. Alo. Bəli. Salam aleyküm. Sabahınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Necəsiz? Kimdir bizə zəng edən? Özünüz təqdim edin. Mən Gəlmüşəm, Asif bəy. Çox gözəl, çox gözəl. Gənclərimizdən razısınızmı siz? Bəli, razıyam, amma mən indi gəncəm, hər halda 30 yaşım var. Maşallah, gəncsiniz, niyə ki? Razıyam, bəli, razıyam. Bu uşaqlarla bağlı demək istəyirdim. O iki gəncin qarşısında baş əyirəm. Hər bir evlad, hər bir şəxs onlara baxsın, ibrət götürsün. Hər biri Azərbaycanlı oğlanlardan söhbət gedir, qızlardan deyə bilmərəm. Onlara baxsın, onlar necə özünü aparırlar, necə dururlar, necə otururlar, elə bir... İbrət gör, çox gözəl. Dediniz qızları deyə bilmərəm, deyəsə qızlardan narazısınız. Yox, qızlardan narazı deyiləm, prosta oğlanlardan söhbət salmaq istədim, oğlanlardan danışmaq istədim. Elə biz bəzi oğlanlarımız var, uzun saat, nə bilim, başqa şeylər eləyirlər. Onlardan biraz narazıyam, amma onlara baxsınlar, onlar necə efirdə görsənirlər. Yəni səhnə görünüşləri sizi qane eləyir, geyimləri, səhnədə davranışları. Onlar valideynlərin qarşısına baş əyirəm. Bir ki, atamı təzə itirmişəm 4 ay bundan öncə. Atam mahnısını oxuturuna görə təşəkkür edirəm ona. Təşəkkür edirəm, həmişə belə gözəl görsənsin və davamı bundan da yaxşı olsun. Biz də sizə təşəkkür edirik. Bütün Lənkərana da salamlarımızı yetiririk Səhər Çağının adından. Əslində, qızlardan hər bir qız gələcək anadır, gələcək valideyndir. Ona görə onları incitmək olmaz, onlardan narazı olmaq olmaz. Və onların tərbiyəsi ilə də ciddi məşğul olmaq lazımdır Svetlana xanım. Əgər bugün, belə deyək, 15-16 yaşında bir qız düzgün tərbiyə almazsa, 5-6 ildən sonra bir gənc ana kimi o öz övladına hansı tərbiyəni verə bilər? Elədir, amma ümumiyyətlə, bilirsiniz, qadının xüsusi nəvazişə, gənc qızların qayğıya ehtiyacı var. Çünki qadınlar eyni zamanda, mən zəif demirəm, zərifdirlər qadınlar. Zərifdirlər. Amma bəzi məqamlarda da valla zəif olurlar. O qayğını görməyəndə, sevgini görməyəndə. Necə amansız, necə mehribandır qadın ürəyi. Sən onu incitsən, bil ki, aqansız, ağlayan kamandır qadın ürəyi. Daşı da əridər, daş da olar o. Əriyib gözlərdə yaş da olar o. Bahar da olar o, qış da olar o. Dəryadır. Ümmandır qadın ürəyi. Bəzən gül tək solar acı bir sözdən. Ağlayar xəlbəti, gülsə də üzdən. Bəzən uşaq kimi ən ürəksizdən məhəbbət umandır qadın ürəyi. Ona görə qadınlara münasibətdə xahiş edirəm, biraz ehtiyatlı olun. Ehtiyatla davranmaq lazımdır. Hələ könlünüzə sındırmamısınız? Yox, estağfurullah. Telman, bəs siz? Şamaxıda da ki, gözəl qızlar. Yox. Hələ yox. İkisi də yalan deyirlər. Gözlərinin içinə qədər yalan deyirlər. Heç birinin səmimiyyətinə inanmadım burada. Amma hər halda Svetlana xanımın dediyi kimi bugün belə deyək, davranışınızda, davranış qaydalarında mütləq şəkildə xanımların, qızların yanında bir başqa cürə özünü aparmaq, davranmaq, xətirlərinə dəyməmək, onların bir sözünü iki etməmək bu mütləq lazımdır. Bəzən qadının faciəsinin əsasında elə kişilər dayanırlar. Düzdür. Onların gənclikdəki buraxdıqları səhvlərin bəzən qadınlar ömür boyu qurbanı olurlar. Çünki qulaqları ilə inanırlar, hə Svetlana xanım? Bax, belə gözəl-gözəl oğlanların şirin-şirin dillərinə inanırlar. Gör necə ikisi də baxırlar mənə. Aşıq bir dənə şeir deməsə günah olar. İcazə versiniz bir dənə şeir. Günah olmasın, desin. Bir könül ovutmaq çətindir yaman. 100 qəlbi küsürüb yıxmağa nə var? Arzum yanmaqdırsa gərək yanasan, qıraqdan boylanıb baxmağa nə var? İnsan bir nidadır, həyat bir sual. Mənzil uzaqdırsa ümiddən güzal. Qozalsan ilk önə zirvədə qozal. Çəmənli zülərdə qalmağa nə var? Mən təşəkkürümü hissədə bildirirəm və bu şeir
gözəl şairimiz Rasimin şeiridir. Harasa bir 35 il olar bu şeiri yazıb, amma ondan bəri yəni üzər verilməyib. Buna da mənim bir qohumum var idi. Dedi ki, bir 35 il bundan əvvəl bu şeiri mən yazmışam. Ondan bəri bu şeir heç yerdə eşidilməyib. Ona görə mən bana dedim ki, o bugün ekskluziv oldu, hə? Çox maraqlıdır ki, mən bunu dəfələrlə şahidi olmuşam. Çoxları elə ilklərini gətirib səhər çağında tamaşaçılara təqdim edir. Ekskluziv mahnılar, şeirlər, sözlər. Səhər zeynin yaxşı olur da, səhər zeynin yaxşı olur. Özü səhər çağı adam var ki, məsələn, gəlir canlı oxamır. Özü gör səhər çağının nə qədər əhval-ruhiyyəsi yaxşıdır ki, mən canlı səhər tezdən oxudum. Həqiqət deyirəm, başqa verişlərdə olmuşam, heç belə işləyəm. Maşallah olsun. Öz-özünə deyir, maşallah olsun, gözləyirəm. Bir tövsiyəm var ki, buyurun Svetlana. Bir qədər təvazökar olsunlar. Hamıya əla demək, hamıya böyük şair demək, hamıya böyük sənətkar demək, əslində ümumiyyətlə sənəti cılızlaşdırmağa gətirir, çıxar. Ona görə hər şeyin qiymətini vermək, hər şeyin necə varsa o cür adlandırmaq lazımdır. Bəzən bir-iki mahnı oxuyurlar, efirə çıxırlar, sonra özlərinə böyük sənətkar deyirlər. Bu gənclərin belə qeyri təvazökar özlərini aparmağı sözün düzü məni çox qəzəbləndirir, hətta qəzəbləndirir deyərdim. Gənclər bir qədər təvazökar olmalıdırlar. Hər şeyi öz adı ilə adlandırmağı bacarmalıdırlar. Bəzən bilirsiniz, biri, deyək ki, bir bəstəkar hansısa bir gəncə təmənnasız olaraq bir mahnı verir və yaxud bir şair bir parça, bir şeirini verir və o gənc əgər o mahnı ilə bir balaca tanınırsa, istər-istəməz özündə bir daxili borc bilir ki, ona təşəkkür etmək üçün bu sözlərdən mən istifadə edeyim. Amma Svetlana xanımın da dediyi kimi düz buyurur Svetlana xanım. Yəni, siz artıq indidən gənc yaşınızdan o zərgər dəqiqliyinizi aparmalısınız. Çünki şairlik, Tofiq Rəhmətin belə bir misalı var. Deyir, şairlik nə bəylik, nə sultanlıqdır. Şairlik ən böyük əziyyət, əzab. Şairlik ən böyük qəhrəmanlıqdır. Düzdür. Düzdür və mən çox istəyərdim ki, bizim gənclərimiz ən ümdə olaraq əxlaqlarına fikir versinlər. Bir gün, hörmətli tamaşaçılarımız, qısa olaraq sizə bir həyat hekayəsi danışacağım. Çox maraqlıdır, siz də qulaq asın. Deməli, su, atəş, bir də əxlaq. Üçü yola çıxırlar, dost olurlar. Su deyir ki, məni itirsəz, necə taparsınız? Deyirlər, hardansa bir su şırıltısı gəlsə, oradan səni taparıq, deyir, hə, düz tapdınız. Atəş deyir ki, bəs məni itirsəz necə taparıq? Deyirlər, de görək, necə taparsınız? Deyir, görsəz ki, bir yerdən tüstü gəlirsə, bilin ki, mən oradayam, məni taparsınız. Əxlaqa deyirlər ki, bəs səni itirsək necə taparıq? Əxlaq deyir, hə, yaman yerdə axşamladınız. Bax, məni itirsəz, heç vaxt məni tapa bilmərsiniz. Əslində, əxlaqlı olmaq çox gözəldir və bunu qoruyub saxlamaq lazımdır. Xüsusilə sənətdə. Elə ki, bunu qorudunuz, saxladınız, Azərbaycanlı tamaşaçı inanın ki, sizin canınıza anlaşacaq, sevəcək sizi. Bu arada, hörmətli tamaşaçılarımız, Elmi Tibb Mərkəzinin bir daha adını vurğulamaq istəyirəm mən. Mən bəzi həkimlərimizin adlarını çəkmək istəyirəm. Əzizlərim, xüsusilə mən Elmi Tibb Mərkəzində fəaliyyət göstərən cərrahiyyə şöbəni diqqətinizə yetirmək istəyirəm. Bütün cərrahi problemlər üçün Elmi Tibb Mərkəzinin bu cərrahiyyə şöbəsinə müraciət eləyə bilərsiniz. Belə deyək, hər hansı bir klinikanın brendi, onun əgər məşhur cərrahı varsa, elə onun adı ilə bağlı olur. Məşhur cərrah isə Elman Əzimovdur ki, onun adı gələndə məsələ Elmi Tibb Mərkəzi yada düşür. Buyurub müraciət eləyə bilərsiniz. Əgər sizin ürəyinizdə bir problem varsa, narahatlıq varsa, vaxt itirmədən müraciət eləyin Elmi Tibb Mərkəzində Aynişan xanıma. Çünki ürək elə bir orqandır ki, vaxt itirmədən gərək müraciət eləyəsən ki, sonra bizi yarı yolda qoymasın. Və bugün elə gənclərimizdən, yeniyetmələrimizdən, uşaqlardan danışdıq. Uşaq xəstəlikləri ilə bağlı Fikrət həkimə müraciət eləyin. Çünki yaxşı bir uşaq həkimi ailənin ən yaxşı dostlarından biri olur. Əzizlərim, hal-hazırda biz sizinlə bərabər ayrılırıq reklamlara. Reklamlardan sonra yenidən birlikdəyik. Sağlamlığınızı Elmet Tibb Mərkəzinə və burada çalışan yüksək ixtisaslı həkimlərə həvalə edə bilərsiniz. Laborator analizlər, ultrasəs müayinəsi, lor kabinet, stomatoloji şöbə, oftalmologiya, ginekologiya, fizioterapiya və Azərbaycanın ən tanınmış cərrahlarının fəaliyyət göstərdiyi ümumi cərrahiyyə şöbəsi. Bütün bu sadalanan şöbələr, mütəxəssis həkimlər və tibbdə istifadə olunan son tipli aparatlar sizə yalnız sağlığınıza yenidən qovuşmağa kömək edəcək. Rumba
Rumba evinizi hər gün süpürür. Hətta siz evdə olmasaz belə. Rumba həftəlik proqramlanma funksiyasına malikdir. Rumba xalçaların üzərinə çıxır. Onun dərinliklərinə nüfuz edərək adi toz soranın toplaya bilmədiyi toz və tükləri toplayır. Rumba evinizdə hər gün işlədiyi üçün gözlə görünməyən tozlar ciyərinizə hopmur və sağlamlığınızı garantiya altına alır. Rumba hündürlükdən düşmür. Divar boyu hərəkət edərək yan fırçalar vasitəsilə küncləri təmizləyir. Rumba avtomatik işə düşür və enerji dolumu üçün bazaya dönür. Tək şəxsiyyət vəsiqəsi ilə, eləcə də World Card'la toz soran robotu evinizdə və ya iş yerinizdə əldə edin. Telefon 012 595 05 25 055 610 0002. Və hörmətli tamaşaçılarımız, yeni ilə belə deyək, sayılı günlər qaldı və bəylər yeni il öncəsi artıq maraqlanırlar ki, xanımlara nə hədiyyə alaq ki, onların ürəyincə olsun. Bizdən sizə məsləhət, xanımlar üçün ən gözəl yeni il hədiyyəsi elə aerobot rumbalardır. Alırsınız bir dənə aerobot rumba xanımlar üçün, gətirirsiniz evə. Xanımın əvəzinə bütün evin sili ilə, süpürü ilə, səliqə səhmanı ilə aerobot rumba məşğul olur. Sizin xanımınızın əlavə vaxtı olacaq ki, yeni il öncəsi sizin üçün, ailəniz üçün gözəl bir şam süfrəsi açsın, özü də bəzənsin, düzəlsin, gəlsin, əyləşsin süfrənin başında. Bundan gözəl yeni il hədiyyəsi ola bilməz. Və bu arada gəlin sizinlə bərabər ayrılaq nahardan əvvəlin studiyasına. Görək bu həftənin ilk günündə səhər-səhər Səidə xanım necə görkəmdə, necə yaraşıqda gəlib çıxıb studiyaya. Səidə xanım, bizi eşidirsiniz siz? Sabahınız xeyir olsun, əlbəttə eşidirəm. Sabahınız xeyir. Yəni, yaraşığım sənin yaraşığından üstün deyil. Yox, elə çox gözəlsən. Həmişə olduğu kimi çox pozitiv əhval-ruhiyyə alırıq yenə də bugün səhər çağından və bir ifaçı ata haqqında ifa elədi. Adını bilmədim, çox üzr istəyirəm, amma çox gözəl sözləri var idi. Mən çox sevinirəm ki, artıq son illər atalar haqqında da musiqilər yazılır. Analar haqqında daha çox bəstələnir, daha çox deyilir. Amma ki, bizim hər birimizin baş tacımızı atalar, rəhmətə gedənlərə təbii ki, Allahdan rəhmət diləyirəm və yerdə qalanlara can sağlığı arzu edirəm və övladlara demək istəyirəm ki, qədrini bilin. Sonra itirəndən sonra o qədər heyfslənirik ki, amma vaxtında qədrini bilmək lazımdır bütün valideynlərimizin və mən orada çox gözəl bizim növbəti cavan bir ifaçımız var. Telman da səhv eləmirəmsə. Telmanın da ifalarını çox sevirəm və uğurları çox olsun. Düzdür, gəncdir, amma doğrudan da çox gözəl belə deyim istedadı var. Səidə xanım, liderin yetirmələridir. Bəli, çox gözəldir. Doğrudan da Lider televiziyasında müsabiqələrin laureatıdır bu insanlar. Yəni, çox gözəldir. Əslində istedad varsa onu boğmaq lazım deyil. Puxtələşdirmək lazımdır ki, sözünü deyə bilərsən, belə deyək də, insanlar arasında sənin də adın olsun. Və təbii ki, bir daha sizə təşəkkür edirəm gözəl qonaqlarınız üçün Nuraynə xanım və tamaşaçılara demək istəyirəm ki, bizim də verilişimizi izləsinlər səhər çağından sonra. Bugün bizim də çox maraqlı qonağımız olacaq və belə bir mövzumuz var. Ən yoxsul insan kimdir? Bugün bu mövzu haqqında biz tamaşaçılarla bərabər danışacağıq. Odur ki, hələ bir qədər vaxtlar var. Məncə, indidən fikirləşsinlər sualımızın cavabını. Uğurlar sizə. Təşəkkür edirik. İnşallah proqramınız maraqlı olacaq. Ən yoxsul insan kimdir? Çox belə deyək, məntiqli sualdır və fəlsəfi sualdır. Bir balaca düşünmək lazımdır. Əslində, nahardan əvvəldə Səidə xanım hər zaman tamaşaçılara suallar ünvanlanır və sualların mütləq şəkildə 2 başı olur. Hətta 3 başı da olur sualların. Tamaşaçılar bir balaca çaşbaş qalırlar. Bilirəm ki, bugün də maraqlı olacaq. Və əzizlərim, bugün belə deyək, elə biz proqramımızı sizin üzərinizdə qurduq. Həsən Əlinin üzərində qurduq, sizin üzərinizdə qurdunuz və siz heç demədiniz ki, siz özünüz məsələn, böyüklərin hansı sözündən narazı qalırsınız? Sizə nəyi deyəndə narazı olursunuz? Nə sizi əsəbləşdirir, nə qıcıqlandırır sizi? Amma səmimi deyin. Heç kəş eşişməyəcək. Bir sizsiz, bir bizik. Burada kim var ki? Bir də 9 milyonluq xalq. Sözdən çıxıb böyüklər nə deyirsə bizim üçün qanunidir və əmirdir, belə deyək. Biz eləmişik. Gənclər əmri sevmirlər. Yox, valla. Yəni, ola bilər gənclər, amma mən həqiqətən deyirəm. Gənc deyirsən də artıq 40 yaşın var sənin. Bəli. Valla, yəni atam, anam, yəni böyüklər mənə nə deyibsə, mən ona eləmişəm və ondan xeyir tapmışam. Tapmışsan xeyir? Bəli, əlbəttə tapmışam. İnsan var uşaqlıqda deyəndə deyir, əşi böyükdür, belə nəsə belə bir şeylər, amma mən valla uşaqlıqdan belə bir şeylər eləməmişəm, qulaq asmışam sözlərinə, həqiqətən də xeyir tapmışam. Yəni mən üzr istəyirəm, uşaqlıqda skripka istəyirdim, mənim atam qoydu mən xanəndəliyə. Skripkaya getsəydim alınmayacaqdı. Atam qoydu xanəndəliyə, getdim şükür Allah, yəni bu günləri nəsə eləyə bilirik. Skripkaya gedə bilsəydim, getsəydim, bəlkə də olmayacaqdı, alınmayacaqdı. Amma indi şükürlər olsun. Yəni böyüyün... Yəni düz yol seçimsən. Əlbəttə ki, yəni böyüyün sözünü qulaq asmaq elə özü bir böyüklükdür. Çox gözəl. Telman, siz nədənsə narazı qaldığınız vaxt olur? Xeyr. Böyüyün nə sözü olsa biz üçün qan eləyər. Biz incimərik heç vaxt.
Heç inciyən vaxtın olmur, heç əsəbləşən vaxtın, pencəyini götürüb evdən çıxan vaxtın, hə? Yox, əl çəkin məndən, mən sərbəst yaşamaq istəyirəm. Yox, vallahi. Maraqlıdır Svetlana xanım, Avropadakı gənclər Azərbaycandakı gənclər kimi düşünmürlər. Təbii. Heç belə deyək, Rusiyadakı gənclər də belə düşünmür. Onlar özlərini daha müstəqil, daha sərbəst hiss eləyirlər. Yəqin ki, bizim valideynlərdən gəlir bu. Və heç bir digər ölkələrdəki valideynləri öz övladlarına münasibətdə yəqin ki, bizimki qədər bizim valideynlərimiz. Bugün indi biz valideynlərik, necə öz övladlarımıza qarşı qayğıkeş olmurlar. Yəqin buna görə də biz o məhəbbəti o bizim haqqımızdır, halal hümbət haqqımızdır, övladların bizə olan məhəbbəti. Mən elə gəlir, hərdən valideynlərimiz məhəbbətini qədərindən çox ötürür övladlarına. Hətta bizim valideynlərimiz var ki, istər qadınlar olsun, istər kişilər olsun, özlərinin saadətini, özlərinin həyatlarını belə itirirlər. Qurban eləyirlər övladlarına, yəni ancaq övladımın saadəti. Yaxşı, deyin görüm siz... Çünki bilirsiniz, belə bir deyim də var da, deyir, düzgün tərbiyə olunmuş övladlar bizim xoşbəxt gələcəyimiz. Bəli. Tərbiyə olunmamış övladlar isə bizim bədbəxt qocalığımızdır. Üz qaramızdır. Yəni, ola bilər, valideyn cavanlığında, uşaqları körpə olanda, onların hər əziyyətinə dözür. Amma bunun bəhrəsini yaşlananda görür. Yəni, onu övladları, valideynlərə mən əminəm ki, əgər düzgün qurulubsa artıqlaması ilə qaytarırlar. Nə tökərsən aşına, o da çıxacaq. Bəli. Özüdür ki, var. Siz bugünkü gün tək yaşaya bilərsiniz, müstəqil olaraq, tək evdən götürürsünüz paltarlarınızı, gedirsiniz və başlayırsınız tək müstəqil yaşamağa. Xeyr, bu alması bir şey deyil. Tək yaşaya bilmərsiniz. Tək yaşamaq, mən inanmıram yaşaya bilərəm. Yəni, idarə eləyə bilmərsiniz həyatı? İdarə eləmək olar, mənasız idarə eləyərsiniz. Çünki orada nə məna olar? Valideyn yox, üzü istəm həyat yoldaşı yox, övlad yox. Yəni, həyatda yaşamağımızın məqsədi nədir? Ailəmiz olsun, övladımız olsun, ata-ana yanında olsun. O olmadısa, həyatın nə mənası var? Hələ mən özüm burada şəhərdə tək qalıram evdə. Bir həftə kimi, 5 gün Allahım deyirəm, qaçmaq lazımdır, darıxıram. O gedir Şamaxıdan yemək gətirməyə. Sən şəhərdə nə işin var, hə? 100%, düz, Elbrus müəllim, düz deyirəm mən. O gedir Şamaxıdan özünə bir həftəlik yemək gətirməyə. Mən bilirəm ki, indi ona necə yeməklər tədarük eləyir, necə qəşəng, ləzzətli yeməklər qoyurlar ki, aparsın, yesin. Düzdür, bizim valideynlərimizin əksəriyyəti belə olub. Bu, bugün də belədir. Deyək ki, Sovet dönəmində də belə idi. Əgər övladlar şəhərdə ali təhsil alırdılarsa, mütləq şəkildə valideynlər olaraq həftəlik yeməklərini ona qədər bizim valideynlərimiz düşünürlər. Uşaqların qayğısını çəkmək vacibdir. Amma eyni zamanda uşaqlara müstəqillik vermək də lazımdır. Mən onu istəyirəm ki, görüm, onların həyat yolunun müəyyənləşməsində, hansı sənəti seçməyində valideyn məsləhət verə bilər, amma təkid eləyə bilməz. Yəni, uşaqlara müstəqillik vermək lazımdır ki, onlar, bir də bilirsiniz, tutaq ki, təhsil illərində uşağa imkan vermək lazım ki, özü oxusun, uğurlarını özü qazansın, həyatda nə çətinliklər varsa onları görsün. Yəni, valideyn bir növ uşağı akvaryumda saxlamamalıdır. Onu geniş okeana buraxmalıdır ki, çətinliyi olanda özü yıxılıb durmağı bacarsın. O dalğalarla əlləşə özünü xilas eləyə bilsin. Yəni, bu mənada şübhəsiz ki, gəncləri ömrü boyu özünün, necə deyərlər, kalpakının altında saxlamaq da hakimiyyəti altında düzgün deyil. Onlar müəyyən mənada azadlıq, sərbəstlik verir. Çox gözəl. Yaxşı, mən verilişimizin axırına çox az vaxtımız qalıb. Qısa olaraq deyil. Mən belə başa düşdüm ki, siz ailəlisiniz. Bəli, bəli. Çox gözəl. Amma sən subaysan. De görüm, indi gələcəkdə bir qız sevdin, seçdin, ailə dedi ki, yox, o qızı istəmirik, filan qızı almalısan, onunla da razılaşacaqsan? Yox. Eşitdiniz? Həmən məqamda dedi yox. Təşəkkür edirəm. Amma evlənəkdə mən elə ailə quramkən valideynin mütləq məsləhətini nəzərə almaq lazımdır. Eşitmək lazımdır. Mütləq lazımdır. Təşəkkür edirəm Svetlana xanım, bugün proqramımıza gəldiyiniz üçün. Həsələniyə uğurlar diləyirəm. Mən də sizə təşəkkür edirəm Nuranə xanım. Həmişəki kimi böyük, necə deyərlər, bacarıqla, gözəl özünüzün məclisi idarə etmək qabiliyyətinizlə bugün bizləri burada, bizlər üçün tam rahat
şərait yaratdınız. Təşəkkür edirik sizə. Uğurlar diləyirəm. Hər zaman yeni kliplərlə, mahnılarla proqramımızın qonağı ola bilərsiniz və hörmətli tamaşaçılarımız, sonda sizin üçün bir mahnı olacaq. Mən amma sonda geyim üçün təşəkkür etmək istəyirəm Las Vegas mağazasına. Hörmətli xanımlarımız, yeni il öncəsidir. Endirimlərdən istifadə edə bilərsiniz. Çox gözəl paltarlar var, xəzlə işlənmiş paltarlar Las Vegas mağazasından əldə edə bilərsiniz. Telefon nömrələri belədir: 051 311 11 75 311 11 40. Həm metro Əcəminin yaxınlığında yerləşir mağaza, həm də Nərimanov metrosunun yaxınlığında. Özünüzdən müğayət olun, ən əsası valideynlərinizdən müğayət olun. Əzizlərimiz, sabaha qədər mahnı kim ifa eləyəcək bizə? Siz? Aha, buyurun. Çox gözəl Şamaxı elindən gələn qonaqlarımızdan sonda bir gözəl mahnı Səhər Çağının tamaşaçıları üçün. Solo saz, çox gözəl. Sizə deyim ki, hörmətli tamaşaçılarımız, Telmanın solo saz ifaçılığı çox gözəldir, möhtəşəmdir. Bu elə müsabiqə vaxtı da hər zaman özünü göstərirdi. Gözəl, Nur Ailə Ansamblı.